Salam. Bugün günümü vlogluyuram. Bugün dediyimə baxmayın, bunu hardasa 3 gün əvvəl çəkmişəm. Birinci kofemi içirəm ki, ayılım. Sonra keçirəm sifarişlərimi düzəltməyə. Bu arada xəstəyəm, səsim tutulub, çox fikir verməyin. Hər neysə, Batman qutusunu düzəltdim, qırağa qoydum. İkinci sifarişə keçdik. Burada sizə göstərirəm ki, sadəcə nə qədər yaxşı bacardığımı görün deyə göstərirəm. Hər neysə, start edirəm. Axırıncı olaraq da bu Date and Mate təzə çıxan jurnalımızdan qoyuram. Bunları müştərilərə çatdıracağıq. Sonra saçımı açmağa keçirəm. Bu arada bu gün çox önəmli bir gündür. Niyə? Çünki Ada School'da dərs verəcəm, social media dərsi. Ona görə də gördüyünüz kimi burada makyaj falan eləyirəm, yəni normalda heç axotum olmaz dərsə makyajla getməyə. Gördüyünüz kimi burada pıt-pıt eləyirəm. Biraz allıq falan. Saçım bu arada qəşəng görünmür. Birazdan göstərəcəm. Burada dibi yağlı görünürdü deyə dibini getdim yudum. Sonra indi paltar seçirik. Əsas məsələ və dərs deyəcəm. Burada fışt. Hoppa! İsəni. Əsl müəllimi olmadımmı yorumlara yazın. Sonra gəldi universitetim, canım universitetim. Bir dənə fit çək tez. Aha, bombasan. Sonra burada dərs danışıram. Bu arada Ada məktəbində həqiqətən sosial media dərsi danışıram və ingiliscə danışıram. Yaşadığım stres, həyəcanı təxmin edə bilmərsiniz yəni, amma yenə yaxşı keçdi. Burada memes yarışması eləyirik. Sosial mediada viral olan memlərin adlarını tapmağa çalışırlar. Sonra birincisi seçilir falan filan. Sonra evə gəldim, paltarımı dəyişdim və konsertə gedirik. Fit çəkim bələdiyənə. Bu arada hava çox qəşəng idi. Sonra Ləmandan görüşdük və Kalbenin konserti. Bilənlər bilər, mən tam bir Kalben fanatıyam və yenə əla bir konsert keçdi. Amma çıxanda bu basa-basa olmasa yaxşı idi.